Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. X Magazin bugün də mən Rəşad Ərlanoğlu'nun təqdimatında efirdədir sizlərlə. Bir yerdəyik. Təbii ki, ilimizin son günündə, 31 dekabrda, Dünya Azərbaycanlıların həmrəylik günündə X Magazin olaraq gəlmişik. Ulduz yağışı məhz bugün, bax bu gözəl məkanda, sahil qəsəbəsində yerləşən Xəzri Ailəvi İstirahət Mərkəzində olacaq və ulduzlarımızla bir yerdə. İstirahətin tək ünvanındayıq hal-hazırda və onu da qeyd edim ki, qarşıdan gələn 1 yanvar Yeni il bayramı münasibəti ilə bütün Azərbaycan xalqını, dünya Azərbaycanlılarını təbrik edirik. Eləcə də həmrəylik bayramımızda həmrəy olub, hər zaman bayramları bax belə keçirək. Və X Magazində isti görüntüləri və show biznesin qaymaqlarını sizlərə təqdim edəcəyik. Bizi bildiririk, bir daha hər birimizin bayramını təbrik edirik və bax üzümüzə gələn at ili, murad ili, hər birimizin muradımıza, belə arzularımıza çatmaq olur, real olaraq qalsın hər zaman arzularımız. Və burada mən görürəm şəhid ailələri var və onlara dərin təşəkkürümü bildirirəm. Eşq olsun sizlərə və biz hər zaman bax belə tədbirlərdə falan hər bir yerində deyirik ki, biz kimə borcluyuq? Biz sizlərə ilə borcluyuq və çox rica edirəm, mən hər birinizdən bir balaca da sizə zəhmət verəcəm. Çünki o hər birimizin borcudur. O vətən torpağı var ki, hansı ki o şəhidlərimizin qanı o torpağa töküldü və vətən adı alındı. Həmin o şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allahdan şəfa diləyirik və milli mədəniyyətimizi, dövlətçiliyimizi, millətçiliyimizi dünyada tərənnüm edən Azərbaycan Respublikasının dövlət himni səsləndirilir. Eşq olsun hər birinizə. Bax, Azərbaycan milləti, Azərbaycan xalqı, bax, budur. İlk öncə, inşallah ki, 2026-cı ilə qədəm qoyacaq. Təşəkkür edirəm, bax, bu gözəl məkanın rəhbərliyinə. Dərin təşəkkür ona görə bildirirəm ki, bax, bizlər üçün də mümkün şərait yaratdı. Sahib bəyə minnətdarlığımızı bildiririk və Xəzri Ailəvi İstirahət Mərkəzi, istirahətin tək ünvanı, ulduzların görüş məkanındayıq və ilk olaraq istərdim ki, elə burada çox böyük və möhtəbər bir qonağımız var.
və o qonağın burada olmağı məni hətta bu scenadan, bu səhnədən düşürdü. Mütləqdir ki, mən onun ayağına getməliyəm və o qonağın xeyir duası nəinki burada əyləşən hər birimizə, ümumilikdə bütün respublikamıza, bütün Azərbaycan xalqına çox lazımdır və fəxrlə gedəcəm mən bu səhnədən və onu təqdim edəcəm. Onun təqdimatı, onun təbriklərini mütləqdir ki, sizlərə çatdırım. Sizlərə təqdim eləmək istəyirəm. Şəhid Rahib Soltanovun anası Rəfiqə Soltanova bizimlə birlikdədir. Rəfiqə anamızı bir alqışlayalım. Və mən istəyirəm ki, yaxınlaşaq Xatirə xanım, operatorlarımız və yaxınlaşıb Rəfiqə anadan xeyir-dua almaq istəyirik. 2026-cı il gəlir və 2026-cı ildə millətimizə nələr arzu edir, şəhid anasıdır. Biz sizlərə borcluyuq. Hər zaman çəkilişlərimizdə, təhlükələrimizdə, proqramlarımızda söyləyirik ki, biz sizlərə borcluyuq. Şəhid analarına, şəhid valideynlərinə, şəhid bacı qardaşlarına borcluyuq, şəhid evladlarına borcluyuq və borcumuzu nə qədər də nəsə ödəyə bilməliyik və sizin xeyir-duanızda bir az biz hər birimiz açıq. Buyurun. Hoş günler ele göre çıksın. Pis günler Allah Allah milletimizi üstünden yaman gözler asılmasın. Yazık tutanlarımız. Allah şehitlerine rahmet eylesin. Gazilerimize kan sağlığı versin. Askerlerimize Allah Amin, amin, amin. Bir gurultulu alkışlayalım anamızı. Gurultulu, sesli, gurultulu alkışlayalım anamızı. Təhlimizi, doğrudan da bizi izləyəcəklər. Respublikanın hər yerindən Xəbər Express.az saytını izləyirlər və onda qeyd edir ki, doğrudan da bax, bu sözlərin özü bir güllə edilmiş məncə. Allah sizləri bizlərə çox görməsin, böylükdən əskik olmayasınız. Çox sağ olun. Çok sağ olun. Bir daha təşəkkürümü bildirirəm. Fəzli Ailəvi İstirahət Mərkəzinin rəhbərliyinə, Sahil bəyə dərin təşəkkürümü bildirirəm. Rəhmət eləsin ki, bizinlə sən də mənim həm qardaşımsan, həm balamsan, həm elimsən, həm babamsan, həm də balamın arxasısan. Allah kömək olsun. Bir də bura baxın. Bir də bura baxın. Şəhid anası. Sahil bəyi bura dəvət edəm. Onun təbriklərini alaq və gecəmiz davam etsin. Onda qeyd edim ki, bax, biz bugün bizim gecəmizdir. Heç kəs bu masada əyləşməyəcək. Mən ümid edirəm, burada gözəl sənətçilərimiz, incə sənət xadimləri, müğənnilərimiz hər biri gəlib, öz çıxışları ilə bax, bizim günümüzə daha da yüksək əhval-ruhiyyə qatacaq. Sahil bəyi, bu gürültü alqışlayaq, çox rica edirəm, alqışlarla. Akşamınız xeyir olsun əziz qonaqlar. Hoş gəlmisiniz. Gələn ayaqlarınız var olsun. Qarşıda gələn 2026-cı il gününüzü təbrik edirəm. Sizə uğurlu, düşərli və olsun. Allah'tan arzu ediyorum ki sizin bu 2026-cı ildə hər birinizin vaxtınızda xeyir işlər olsun. Biz də sizin qulunuzda olsun. Bir daha hoş gelmişsiniz. Bayramınız mübarek olsun.
Gəlin Əmrəy olun. Bir daha bayramımız mübarək. Teşekkür edirik. Var olasınız. Minnettarlığımızı bildiririk. Bəli, əziz tamaşaçılar, hal-hazırda yanımda bax bu gözəl ailəvi istirahət mərkəzinin, Xəzri Ailəvi İstirahət Mərkəzinin rəhbəri də buradadır, yanımdadır və onu da qeyd edim ki, bizlərə və çox gözəl bir işlərə münbit şərait yaratdığına görə dərin təşəkkürümüzü bildiririk Sahir bəyə, minnətdarlığımızı bildiririk və bildiyimizə görə burada incəsənət xadimlərinin çıxışı olacaq, show biznes nümayəndələri burada ifa eləyəcəklər və hətta burada şəhid ailələri üçün də masalar ayrılıb və istərdik ki, xalqımızın bayramını elə, bax siz böyük bir ziyalı kimi təbrik eləyəsiniz və nələr arzu eləyirsiniz? Əvvəla hər vaxtınız xeyir olsun. Təbrik edirəm xalqımızı, millətimizi, devlətimizin sakinlərinin hər birin. Gəlin həmrəy olaq. Əvvəla həmrəy olağın. Bir daha deyirəm, yeni ilinizdə mübarək olsun. Biz xalqın qulluğundayıq, onlara xidmət eləyirik. Bugün də sabahdan. Allah hamıya uzun ömür can sağlığı arzulayıram, hamılıqla. Birlikdə olağın, bir olağın, həmrəy olağın. Buyurun. Və onu da qeyd edim ki, Sahir bəy, bir sualımız var ki, yəni burada əlamətdar günlərdə belə çox tez-tez, yəni belə bir təşkilatçılıq eləyirsiniz, yoxsa? Bəli, bayramların demək olar ki, hamısını belə təqdim yığıncaqlar eləyirik. Orucluq bayramları, Noruz bayramları, Yeni Şənlik, 8 Mart, Sevgililər günü. Biz istəyirik ki, hamı ilə bir olaq və birlikdə sevinək. Təşəkkür edirik, minnətdarlığımızı bildiririk. Bəli, əziz izləyicilərimiz, biz hal-hazırda istirahətin tək ünvanı, ulduzların görüş məkanı Xəzri Ailəvi İstirahət Mərkəzindəyik və burada irəliləyən dəqiqələrdə hansı ki o səhnədə parlayan o ulduzlarımızı sizlərə bir-bir təqdim edəcəyik. Burada əyləşən dəyərli qonaqlar hər birinizdən bir gürültülü alqış gəlsin özünüz üçün. Eşq olsun. Çünki mən sizin əhval-ruhiyyənizi öyrənmək istəyirəm. Çünki irəliləyən dəqiqələrdə doğrudan da gözəl əhval-ruhiyyədə olacaqsınız. Və hal-hazırda mən bilirəm ki, alqışlar da gələcək, hətta masada əyləşənlər elə oturduğu yerlərində də rəqs eləyəcəklər. Çünki gözəl bir sənətçi gələcək, öz sənətinin sənətkarı gələcək, öz gözəl ifası ilə sizləri salamlayacaq, sizlərin hər birinizin bayramını təbrik edəcək. Alqışlarınızla Məcid Şamiloğlu gəlir, amma gürültülü alqışlar, çünki onlar hər biri sizlər üçün buradadır. Eli koyamazsın eller yerine, kalbimi kıramazsın, suçum ne kim söyle. Sen beni koyamazsın eller yerine, kalbimi kıramazsın, suçum ne kim söyle. Gülmüyor sensiz yüzüm, hayat zalim bir yüzün. En seçimle sen üzülme bir tane başkacısı. Bırakırsan düşerim eline. Aman aman kaybolursan adım çıkar serseriye. Uğurlu olsun. Teşekkür ederim. Erdem basıp Astana'dan içeri giren bu mekanın adını tutup gelen bütün misafirlere öz adımlarını bu mekanın kolektif adını size de teşekkür ederim. Var olun, sağ olun ve aramızda bu köprünü oluşturan çok değerli hanım, iş adamı, ulduzların seçimi olan Dubai Butik'in genel patronu. Ona çok teşekkür ederim, var olasın. Aramızda bu köprünü siz oluşturdunuz, var olun. Güneş bitsin karanlıklar,
Sensiz geçen gecelerde yüreğim üşüyor. Sen de geldi başıma, vuruldum göz karşına. Sen de geldi başıma, vuruldum göz karşına. Çıkarttılar başına, çıkarttılar başına. Mahvolum sendenem, sendenem, sendenem. Ay maralım sendenem, ay ay güzelim sendenem. Ay maralım sendenem, ay ay zavya sendenem. Başında gelmişsin, alma eyvallah. Başında gelmişsin, alma eyvallah. İstehiyaz gelmişsin. Sevgilim sen gelmişsin, her gün sendenem. Sendenem, sendenem. Ay maralım sendenem, ay ay güzelim sendenem. Ay maralım sendenem, ay ay zavya sendenem. Aranızla Günay beyler kızı gelir sizler için ama gürültülü almışlar. Eğer daha gürültülü almışlar. Eşk olsun. Kızım bilen seneler yalnız neden olacağım günlemenem, aydamenem. Show business'teki gün aydamenem, mehumenem. Ben yeni doğan bilen seneler yalnız neden olacağım Eşk olsun. günlemenem, aydamenem. Show business'teki gün aydamenem, mehumenem. Akşamınız hayır. Ben yeni doğan prenses, gören eyran kalır resim. Dile çok öyle çok şunlansam, senden yola sana bir dumansam. Ben yeni doğan prenses, gören eyran kalır resim. Dile çok öyle çok şunlansam, senden yola sana bir dumansam. Sen dumansan sen yaman prenses. Ben yeni doğan prenses, hey. Prenses, ben yeni doğan prenses. Seneler yalnız neden olacağım günlemenem, aydamenem. Show business'teki gün aydamenem, mehumenem. Ay bravo. Bayramımız mübarek. Ben yeni doğan prenses. Seneler yalnız neden olacağım günlemenem, aydamenem. Show business'teki gün aydamenem, mehumenem. Ben yeni doğan prenses. Seneler yalnız neden olacağım günlemenem, aydamenem. Show business'teki gün aydamenem, mehumenem. Ben yeni doğan prenses. Gören eyran olsun değerli sahil gesebesi cemaati. Değerli sahil gesebesi ne? Düz deyirəm, düzdür. Sahil geseb. Biz Primorski deyirik həmişə bura. Azərbaycan dilində deyəndə biraz qəribə səslənir. Xoş gördük hər birinizi, gözəl insanlar. Bayramınızı təbrik edirəm. Neçə gözəl bayramlara çıxasınız. 2025 kimə düşərli oldu, kimə olmadı. Amma İnşallah ki herkes hoş hatıralarla herkesle kalsın bu yıl. Ve gelen yıl bundan da güzel olsun ki desinler ki min şükür.
her bir günümüze şükürler olsun. Ve bir daha bundan sonra inşallah ki şehit vermeyek, inşallah ki igidlerimizi yitirmeyek. Həmişə sülh əmin-amanlıq olsun ülkemizde. Bir güzel alkışlar gelsin bizim Azerbaycanımıza. Cenab Prezidentimiz İlham Əliyev ki onların sayesinde, Müzəffər ordumuzun sayesinde bugün eğlenirik, bayram qeyd edirik. Şükürler olsun ve devam edirik. Bizim hitman... Hiç olmamış gibi davranabilmeyi, bu yok ediciliği anlayabilmeyi bir bilsen ne kadar yürekten istiyorum. Gençlerin sesi gelsin gönül. Lütfen, lütfen görmeyeyim seni bir yerlerde. Karşıma çıkma, konuşmayalım, bakışmayalım, ne olursun. Lütfen görmeyeyim seni bir yerlerde. Karşıma çıkma, konuşmayalım, bakışmayalım,
Günay bəylərimiz oldu. Bir daha minnətdarlığımızı bildiririk. O gözəl ifan, o gözəl rəqsin, o gözəl pozitivliyin için. İzləyicilərimiz az öncə söylədik ki, bugün məhz Xəzri Ailəvi İstirahət Mərkəzinə ulduz yağışıdır. Hansı ki, öz gözəl səsi ilə, gözəl ifaları ilə xalqımızı təbrik etməyə gələn sənətçilərimizdir. Və yanımda Şahin Hüseynov da öz gözəl qızıl səsi ilə az öncə çox gözəl bir performansı ilə sizləri təbrik elədi. Şahin bəy, xoş gördük. Sizin də qarşıdan gələn bax gözəl yeni ilinizi təbrik edirik və nələr arzu edirsiniz? Salamlayıram öncə sizləri Xəbər Ekspres kanalını salamlayıram və inşallah 2026-cı il sizlərə, bizlərə düşərli olsun. Arzum budur ki, sizin iştirakınızla, sizin çəkilişlərinizlə gözəl verilişlər, gözəl nailiyyətlər olsun və biz də inşallah baxaq, sevinək. Xalqımızın bayramını təbrik edirəm. 2026-cı il düşərli olsun, uğurlu olsun hər bir vətəndaşımız üçün, hər bir xalqımız üçün. İnşallah bayramınız mübarək olsun. Çox sağ olun, təşəkkür edirəm. Onu da qeyd edim ki, Şahin Hüseynov söylədi ki, 2026-cı ildə çox gözəl yeni layihələrlə sizləri sevindirəcək. Biz də hər zaman olduğu kimi gəlib izləyəcəyik, çəkəcəyik, sizlərə təqdim edəcəyik. Ön cəbhədə gedən jurnalist xanım, yeganə jurnalist xanım Ruhiyyə Yıldarımızı da buradan bir gürültülü almışlayaq. Çünki öz payına ön cəbhədə gedən jurnalist xanım olub, bizi bildirir sizə Ruhiyyə xanım. Və öz səsini, belə ecazkar gözəl ifasını sizlərə təqdim edəcək. Xəzri xanıma bir gürültülü almışlayaq, məlahətli səs. Doğrudan da ifasını eşidəndə, doğrudan da məlahətli səsin nə olduğunu hər birimiz biləcəyik. Buyurun. Akşamınız xeyir, bayramınız mübarək, gecəniz keçəlir. Ночь загадки, нас зовут тебя. Шоколадки играешь, шоколадка чики-та, чики-чики-чики-та. Но играешь, шоколадка чики-та, чики-чики-чики-та. Но не знаешь, шоколадка чики-та, чики-чики-чики-та. Что растаешь, шоколадка чики-та, чики-чики-чики-та. Снова в детство я вернусь.
sensin Sana tek dayanıyorum Az önce ifasıyla yolda eğleşen bütün zamanları vererek söylediler. Güzel bir sesiyle halkımızı, milletimizi, sizlerin bayramını tebrik edildi. Fazıl Hanım, hoş geldiniz. Sizin ülkede bir sözümüz Ezadımızdan, Haber Ekspres magazinlarından bayramınızı tebrik edirik. Tabii ki sizin de bu arzularınız var ki 2026'da kimlere neler arzu edirsiniz ve o tebriklerinizi işte. Ben de herkesin yeni bayramını tebrik ederim. Hem de yeni bayramımız mübarek olsun. Allah halkımızı korusun. Amin. X magazine neler arzu edersiniz? X magazine baksınlar yoksa kanalı çevirsinler. Sizler bakın. Evet. Bu güzellikleri biz sizlere takdim ediyoruz. X magazin ilerleyen dergelerde yepyeni vahvelerle yine de sizlerle bir yerde olacak. Gözəl musiqisiyle sizleri salamlayır. Günel, Əlizadə bir gürültülü almışlayaq çox rica edirəm. Bizim xarici ölkədən gələn qonaqlarımız da var. Onlar hansı ki, sizlə eyni masada burada əyləşiblər. İtaliyadan gəliblər. Azərbaycandan da İtaliyaya bir gürültülü alqış və qucaq dolu salam göndərək orada yaşayan həmvətənlərimizə. Və hal-hazırda qonaqlarımız gəlir və istərdim ki, onların təbrikini və Azərbaycan necə bir ölkəni bu barədə danışasınız. Kim tərcümə edəcək? Tərcüməçi. Aha, təşəkkür edirik. Buyurun, təbriklərinizi alaq. Buon anno a tutti dall'Italia, anzi precisamente dalla Toscana, da Firenze. And you? Happy New Year, Salam alaikum. Aşk olsun. Bəli, biz də buradan İtalya'ya dedik ki, hello. Düzdür. Hello. Buongiorno. Buonasera. Buonasera Italy people. Buonasera Italy people ve biz de buradan salamlarımızı ve elə o zaman Buonasera mahnısını səsləndirək. Qonağımızı da tək qoymayalım da, ətrafında rəqs eləyək və orada əyləşən qonaqlar var. Hər kəs istərdim ki, bax, bura gözəl geyişdir.
İlk direktörümüz de var ve isterdim ki onu da davet edin. O da bir genç istedadlı reperdi. Əziz izləyicilərimiz, Sahil qəsəbəsinin nümayəndəsidir yəni. bəli, təbii ki, Sahil qəsəbəsinin dəyərli qonaqlarının dəyərli bir istedadlı gənci Majido Hüseynin ifası. Attım attım, herkes büyür. Uşaqlıqda hamı istəyirdi böyümək. İndi isə qara kölgənin içindəyəm. Nəsə üstümə ağırlıq çöküb. Bu qara kölgənin nəsə dərdi var, səhri var. Amma bilmirəm, deyəsən beynim cevrələrim o qədər də böyüməyib. Ona görə bugündəyəm. Həyat bu cürlə mənasız olacağım mənə deməmişdilər, yalan danışdılar. Axı mən nə etmişdim bu qədər zülümü çiynimə aldım sanki. Sən gərdəyəm badim qan içində. Getməyim mənim hər şeyim, saniyələr içindən çıxamayım. Yenidən geri dön, yenidən geri gəl, amma yenidən gelmək. Hamı doğmasını itirir, həyatı dərk etmək vaxtıdır. Qara kölgə yoxdur artıq, yazıdır qorduğun hər kəs. Bax bu gecəmiz, bu günümüz necə keçir, onu bilmək istəyirəm, əziz qonaqlarımız. Əla. Və bu günün ərsəyə gəlməsində təşkilatçılıq eləyən, gününü günə qatan, gecə-gündüz bax bu gözəlliyi yaratmaq üçün çalışan bir insan var. Kadr arxasındadır, amma istəmirəm kadr arxasında olsun. Mən onu dəvət edəcəyəm, Oktay qardaşımı bir dənə dəvət edirəm bura. Doğrudan da günlərdir ki, əziyyət çəkir, zəhmət çəkir və bu təşkilatçılıqda böyük bir əməyi var. İstərdim ki, bir balaca xalqımızı təbrik edə, buradakı qonaqlarımızı təbrik edə. Çox sağ olun, mən çox rahat bilmirəm. Hər birinizi səmimiyyətlə təbrik edirəm. Allah hər birinizi var eləsin. Yeni il hər birimizə düşərli olsun. Çox sağ olun. Bəli, əziz izləyicilərimiz və indi hal-hazırda yanımda bax bu gözəl günün, bu gecəni təşkil edən təşkilatçılardan biri deməzdim, birincisi deyərdim. Xəzri İnstrumental Ansamblının bədii rəhbəri Oktay bəy də buradadır hal-hazırda və necə ki bu gecəni qüsursuz təşkil edib, hansı ki sizlərə də biz onu təqdim edirik. Bax, hər biri Oktayın işidir və istərdim ki onun da təbriklərini alıb sizlərə çatdıraq. Oktay, sizi ilk öncə xəbərexpress.az saytı rəhbərliyi adından, X Magazin kollektivi adından bayramınızı təbrik edirik və nələr arzu edirsiniz? Mən də ilk öncə sizin kollektivinizi, rəhbərinizi salamlayıram. Bu yeni il hər birimizə, xalqımıza, millətimizə düşərli olsun, uğurlu olsun inşallah. Bizə belə deyək, Xəzri Ailəvi İstirahət Mərkəzi adından, başda Sahil müəllim olmaqla hər birinizi bir daha təbrik edirik. Bu yeni ildə hamıya düşərli və uğurlu olsun. Təşəkkür edirəm və bir sualım var, eksklüziv bir sualdır. Hansı ki, bax bu gecəni qüsursuz təşkil eləmişsiniz, doğrudan da gözəl bir gündür və bunun təşkilatçılığına nə dərəcədə çətinliyiniz oldu? Vallahi billahi, həqiqətən çox ağır oldu. Çox əziyyət çəkən insanlarımız oldu. Şəxsən mən özüm neçə gündə yatmıram bu işlə bağlı. Çünki insanlara xidmət eləmək çox böyük bir məsuliyyətdir və o məsuliyyəti daşımaq yükü bizim öhdəlikçimizə düşüb. Ümid edirəm ki, amma hər şey gördüyünüz kimi çox möhtəşəm oldu, yüksək səviyyədə oldu. Şükürlər olsun. Təşəkkür edirik, minnətdarıq bu gözəl gecə üçün, bu gözəl gün üçün minnətdarlığımızı bildiririk. Sağ olun. Bəli, tamaşaçılarımız bizə ayrılan efir vaxtı burada sona çatdı. Bəli, artıq çox dəqiqələr qaldı ki, saat 12 olacaq, 2026-ya qədəm qoyacaq. Və X Magazin bütün xalqımızın bayramını təbrik edir. Hər birinizə xoş günlər arzu edirik. Gelirik, gelirik ki, yeniden gəlir. Şen günler bize getirir. Yeni il gelir, kendi güzelir, hoş nağmemizden.